Məndən o qədər istədiniz ki, axırda sizinlə bunu paylaşıram. İndi sizə toyda çəkilən şəkilləri, albomumuzu göstərəcəm. Deməli qızlar, biz eniştənizdən evlənmişik 2023-cü ildə iyunun 10-unda. Bizim nişanımız da yanvarın 10-unda olmuşdu. Bu albom bizim fotoqrafla tutub çəkdiyimiz şəkildir. Ağşəhərdə çəkilmişdi şəkillərimiz. Adelin çəkilişləri də, bir yaş çəkilişi də həmin fotoqrafda olmuşdu. Deməli, ilk səhifədə makyajımı göstəriblər. Mənim bəzəyən isə Ulka xanımı idi. Instagramda Ulka Makeup olaraq gedir adı. Çox bəyənmişdim əl işini. Mənim həmişə xəyalım bu idi ki, qızlar, saçımı belə aşağıdan jilet kimi tüklər demişkən bir topuz eləmək və fata qoymaq idi. Tac qoymaq istəmədim. Tacı sevmirəm ümumiyyətlə mən və belə bir görüntü istəmişdim. Düşünürəm ki, birinci səhifəni yetərincə göstərdim. Burada bir dənə şalvarım düşməsəydi daha yaxşı olardı. Orta hissədə böyük bir sənubər. Burada Ulka xanımla birlikdə, burada da belə pozlar verirdim. Sonra ikinci səhifə unutmuşam mən də bu arada. Allahım, gəlinim olay. O qədər bəyənmişdim ki, gəlinimi qızlar. Hələ burada detalları çox bilinmir. Gəlinim beyaz lilyumdan idi. Belə göstərim sizə. Tam məncə aydın görünür. Məncə obrazım gözəl idi. Siz də fikirlərinizi yazarsınız. Bunlar da Ağşəhərdə çəkilmiş şəkillər idi. Bu isə üçüncü səhifədir. Bu arada deyə bilərsiniz ki, sənin qızılların hanı? Mənim qızıllarım hələ gəlməmişdi. Yəni oğlan evi hələ qız evinə gəlməmişdi. Biz günorta saat 12-də makyajdan çıxıb test fotosessiyaya getdik. Burada ağlımıza gəlmədi ki, Səbuy yanında gətirsin qızılları və biz şəkilləri onunla birlikdə çəkək. Ona görə də gördüyünüz kimi qulaqlarım, boynum boşdur. Yəni sepsiz və qızılsızdır. Amma olsun, eybi yoxdur. Mənim üçün çox maraqlı bir gün idi. Çox maraqlı bir çəkiliş idi. Sonra burada artıq Səbuy bizə gəlmişdi. Bu Səbuyun əmsinin oğludur. Bu Səbuyun bibisidir. Sonra burada bu baldızımdır. Belə. Qutardı deyəsən son səhifəni göstərirəm. Bu isə mənim anamdır qızlar. Siz heç məncə vloglarımda anamı görməmsiniz deyə düşünürəm. Baxın görək, oxşuyuruq. Bu da mənim gözəllər gözəli anamdır. Və belə qızlar. Utancaq bir gəlin. Belə. Mən bu şəkli çox sevirəm. Bu arada albomdakı ən gözəl şəkillərdən biridir. Və bu albom bitdi qızlar. Çox gözəl idi. Bu albomun ümumiyyətlə üzü, qablaşdırılması, hər şey çox gözəldir. Belə. Keçək ikinci alboma. Bu albom isə orada restoranda çəkilən və onların etdiyi bir albom idi. O qədər içimə simiyib indi görəcəksiniz. Yəni birinci albomda çox effekt veriblər. Lazımasız yerə çox effektlər verilib və çox mənasız şəkillər çəkilib. Məsələn, burada məni qaraltmış. Nədən? Yəni mənə ekstra, görürsünüz, məni nə qədər sarı rəng verib. Əslində buna ehtiyac yox idi. Burada artıq qızıllarım taxılmışdı bu arada. Mənə fon verməyə məncə ehtiyac yox idi. Onsuz da üzümdə makyaj var idi. Hər şey normal idi. Nəyə görə mənə fon verib və verdiyi fon belə çox gözəl deyil. Məsələn, Səbuya heç bir fon verməyib, olduğu kimi saxlayıb. Amma məndə nədənsə sarı vermək istəyib. Bildiyiniz, yəni sarı. Heç mənim makyajım, bədənim bu rəng deyil. Bu biraz normal düşmüşdü. Yox, bu da sarıdır. Sonra burada bu necə bir şəkildir? Yəni mən bunu hələ anlaya bilmirəm. Orada pozlar verdirirdi. Yəni deyirdim ki, bu nə alaka? Niyə belə bir pozlar veririk? Ona görə də mən bir də evlənsəydim əgər Səbuy ilə təbii ki də. Yəni mən bir də evlənsəydim asla restoran fotoqrafçısının şəkil çəkməyini istəməzdim qətiyyən. Çünki çox mənasız şəkillər çəkir məncə. Bu niyə var belə bir şəkil maşından baxarkən? Bu yenə normaldır. Anlıq şəkillər hə ola bilər. Amma bu donumu bu qədər hara qaldırmısınız? Yəni niyə, nədən bunu yapmışsınız? Baxın. Bu da mən. Sonra belə. Bir də sevmədiyim və gülməli olan qismi bilirsiniz nə idi? Maşını divara tərəf ki, bura giriş idi. Neapolun girişi idi. Bu arada biz Neapolda evlənmişik. Ukraynski Kruk tərəfdə, restoranda. Deməli, bura düşünün ki, mənim baxdığım istiqamətdə restoranın girişidir. Bu tərəf divardır, yəni hasardır. Bu tərəfdən isə qonaqlar gəlir. Bizə maşını, yəni üzü hasara tərəf tutub və biz ancaq
hasarı görürdük, ürəyimiz sıxılırdı. Arxadan isə məsələn maşını çevirsəydi, biz gələn qonaqları da görərdik. Onsuz da gələn qonaqlar bunun gəlin maşını olduğunu bilib gəlib bizimlə salamlaşırdılar, yəni. Çox sıxıcı idi və 1 saata yaxın biz maşında gözləmişik. Ona görə də çox mənasızdır. Sonradan mən ağlıma gəldi ki, bizi niyə maşında gözlədiblər? Yəni bir otağa salmayıblar. Gəlinliyim çox ağır və böyük gəlinliyi idi. 20 kilo idi gəlinliyim. Özüm də 45 idim. Və maşında güclə oturmuşduq. Çox mən bunlar, bu arada bu danışdıqlarım belə şey deyil. Mənim üçün xatirələr deyil heç biri. Çünki bu həyatımızda ilk dəfədir olur və mən də heç bir şey bilmirdim. Evlənəndən sonra, bir iki toy görəndən sonra əslində hər şey belə olsaydı deyirik. Amma ən əsası günümüz gözəl keçdi. Həmin gün olan hadisələrdən biraz sizə danışıram ki, maraqlı olsun və şəkilləri belə çəkirəm ki, mənim üçün də xatirə qalsın həmin anlardan. Sonra belə şəkillərimiz var. Daha yaxından göstər. Yenə mənə burada fon verib qızlar. Məni qaraldıb ekstra. Makyajım amma çox gözəl olmuşdu. Mən çox bəyənmişdim həqiqətən. Bu yəni görürsünüz də özünüz. Məncə heç nə deməyə ehtiyac yoxdur. Sarını o qədər üzümə vurub ki, yəni mənim əslində rəngim belə idi, amma məni eləyib belə. Bu da çox şirin şəkildir. Ondan sonra davam edirik. Yəni fotoğrafı sonra biz dedik, amma dəyişmədi albomu təbii ki də. Burada baxın, rəngim biraz normal düşmüş. Allahım, tapdım bir şəkil ki, normal olsun. Belə. Sonra burada bizim ilk dansımız idi. Çox gözəl idi. Sonra bu şəkil. Aramızda niyə bu qədər məsafə var bilmirəm. İndi fərqinə vardım. Sonra davam edirik. Belə bir şəkil çəkdirmişik. Pis deyil, bu da qəşəng şəkildir. Səbuy bəy. Bu da qəşəng şəkildir. Bu şəkildə çox bəyənmişdim. Bu arada yaraşırıq qızlar. Fikirlərinizi mütləq yazarsınız bizə. Bizim vaxtımızda qızlar, bizim toyumuz olduğu vaxtda stol 39 manat idi. İndi stolun qiymətləri o qədər qalxıb ki, yəni dəhşət. Sadəcə 3 ildə evliyəm. Yəni 3 ildə toy qiymətləri, ümumiyyətlə evlənmək bahalaşıb bir gənc üçün. Bu niyə, neyse, çox belə danışmaq istəmirəm, detallara girmək istəmirəm. Belə, ay Allah, nə gözəl qızdır. Belə. Sonra davam edirik. Görüm, atlamadım. Həmin gün dırnağımı belə eləmişdim. Bu arada sadə və oval deyirlər də buna deyəsən. Bu formada eləmişdim, çox bəyənmişdim. Burada deyəsən daha yaxından halı var. Sadə eləmişdim. Ümumiyyətlə hər şeyi sadə seçməyə çalışmışdım. Saçım, makyajım bacardığım qədər istədim ki, sadə olsun. Fokus istəyirdim ki, gəlinliyimdə olsun və elə də olmuşdu. Bu şəkil gözəl deyil, bunu bəyənmədim. Bu şəkil də gözəl deyil. Mən də elə bilirəm ki, burada şəkil var. Bu stoluymuş. Sonra belə bir şəkil. Və bu. Gözəldir bu. Ay, burada müsü var. Baxın, Salə də burada düşüb. Çox gözəl idi bizim toyumuzda. Çox gözəl hazırlaşmışdı o da. Tortumuz da əfsanə idi. Yəni gözəl idi. Yəni restoranın öz tortu idi, amma qəşəng bir tortu idi. Həm görünüşcə, həm dadca qəşəng idi. Sonra bu şəkildə bir baxmam yenə gördüm. İki şəkil də deyəsən eyni qoyublar. Burada da yəni sus bir qadın ya da ki məsələn bu şəkli ora qoymamalıdılar deyə düşünürəm. Çünki mən burada ya danışıram ya da bir şey eləyirəm və Səbuyun sifətinə baxın, mənim sifətimə baxın. Bu şəklin yəni albomda nə işi var? Ayrıca burada Səbuyun dostu Mahir də düşüb. Yəni bu şəkil ümumiyyətlə XL-in burada olmamalı idi. Sonra belə bir şəkil mənasız. Yəqin ki, Neapol reklam eləyirdilər. Mən də elədim əslində Neapol reklam, amma bilinmir. Yaxşı mənada, pis mənada. Sonra bu da güzel şəkildir. Qutardı deyəsən. Ay, qutarmış. Bitmiş. Belə. İndi mən sizə deyim. Məsələn, burada belə lazımasız şəkillərin yerinə, oynayarkən qohumlarımızla birlikdə olan şəkillərimiz olsa da çox yaxşı olardı. Çünki çox lazımasız şəkillər düşünürəm ki, var idi.
Bu albomun da qiyməti səhv eləmirəmsə 200 manat idi. Məncə çox baha idi və əgər toy eləyəcəksinizsə, albom çıxartdıracaqsınızsa, restoranın albomunu ümumiyyətlə götürməyin. Çünki bunu bir dəfə eləyirlər, sizə verirlər. Biz hətta bunu bildirdik ki, effekt verilib, effekt istəmirik ümumiyyətlə. Onu dəyişmədilər. Ona görə də tövsiyəm budur ki, əgər çəkiliş eləyəcəksinizsə, belə bu formada özünüz gedin, elətdirin. Elə daha yaxşıdır. Yəni, həm sizin ürəyinizə sinəcək, həm deyən formada çəkə biləcək. Ona görə də düşünürəm ki, özünüz gözəl bir fotoqraf tutun və çox gözəl şəkillər çəkdirin. Hər kəsə salam qızlar. Sabahınız xeyir olsun. Yeni bir gündən sizi salamlayıram. Bugün hava çox gözəldir. Belə havalar mənə çox gözəl motivasyon verir. Bəyənirəm də bu havanı mən. Burada Səbunun işi üçün yemək hazırlayıram. Qabları, kirliləri yığdım, qabyana yuyur. Bir-iki dənəsini də əlimdə yudum və günə belə başlamışıq bugün. Buradan çəkəcəyim məhsulları götürüm. Deməli, Zeprestin BB kremini götürəcəm. Instagramın bu konserini çox bəyənmişdim. Bunun üçün ayrıca bir reels çəkəcəm. Və bronzerla kontur fərqini də çəkmək istəyirəm. Bronzer və kontur fərqini isə buranı açıram. Buradan bronzerlarımla və konturlarından götürəcəm. Top Face'in bu konturunu və Wet n Wild'ın bu bronzerunu da götürürəm ki, arasındakı fərq üçün bir reels çəkim. Bunları da bura qoyacağım ki, videonu çəkim. Saçımı da belə bu formada yığdım. Düşünürəm ki, yaxşıdır. Çünki üzdə BB kremi, Zeprestin bu BB kremini göstərəcəm. Ona görə də gərək üzüm belə tam aydın düşsün. Qızlar, baxın, üzümə BB kremi tətbiq elədim. Məncə qəşəng görünür. Tətbiq eləmişəm Zeprestin bu BB kremini. Bunun videolarını mən TikTok'da çox görürdüm. Ona görə aldım ki, test edeyim. İçərisində SPF 50 var. Yəni ekstra bir günəş kremi istifadə eləməyinizə ehtiyac yoxdur. Rəng tonunu bərabərləşdirdiyini deyirdi qızlar. Sınadım. Həqiqətən də rəng tonumu bərabərləşdirdi. Mənim üzüm normalda damarlı bir üzdür. Ona görə də bu BB krem olmağına baxmayaraq o damarları örtdü. Üzümü daha parlaq və canlı göstərir deyə düşünürəm. Siz də mütləq fikrinizi rəylərdə yazarsınız. Mən bəyəndim. Bu yay mənim əlimdən bu BB krem düşməz. Çünki ağır makyajlar insan yayda eləməyi sevmir. Mən düşünürəm ki, çox da gözəldir. Instagram reelslərini çəkdim, qutardım. Hətta əynimi də dəyişdim. 3 dənə reels çəkdim. Ümid edirəm ki, qəşəng bir şeylər ortaya çıxacaq. Editləyəndən sonra bunu bilirəm. Bu arada ənni istifadə elədim üzümə təzə və çox bəyəndim. Keçən dəfə aldığım ənni idi Notdan. Bunların rəngi yoxdur bu arada. Nömrələri olmur. 4 dənə fərqli rəngdir. Amma məndəki budur. Çox gözəldir. İstədiyiniz qədər yəni artıraraq istifadə edə bilərsiniz. Belə tətbiq elədim. Hava da qaraldı bu arada. Qaraldığı üçün də üzümdə tam işıq yoxdur. Otaqda tam işıq yoxdur. Baxın, fırça dəydiyi anda yəni yayılır. Çox gözəldir. Burnumun üstünə də keçdim. Makyajımda da istifadə elədim. Qəşəngdir. Bəyəndim. Adel də hələ durmayıb. Gedib istəyirəm ki, bir şeylər yeyim və edit edeyim. Həm istəyirəm bu videonu davam edeyim. Bugün də yeni bir vlog paylaşım sizinlə. Həm də ki, Instagramı da boşlamayım. Orada videolar çəkmək məcburiyyətindəyim. Çünki sizdən isə tək bir xahişim var qızlar. Mənim kanalıma abunə olun. Paylaşın ki, çox insanın qarşısına çıxa bilsin. Əgər bunu edəcəksinizsə, indidən sizə çox təşəkkür edirəm. Əynik bəyək düşünürəm ki, işıqdan qəşəng düşmədi. Belə baxa bilərsiniz. Həm parlaq görünür, həm də çox gözəl bir rəngi var. Bu rəngi yaxşı ki götürmüşəm. Çox gözəl görünür üzdə. Və indi burada dağıtdığım hər şeyi yerinə yığmaq lazımdır. Bu da artıq açıldı və çəkildi. Ona görə də öz yerini kosmetikalar arasında aldı. Adelin corablarıdır demək istərdim, amma deyil. Bu mənim corabımdır. Bunu Temu'dan almışdım mən qızlar. Dəst halında almışdım. Sizinlə də paylaşmışdım. Amma bir yumadan sonra balacalaşdı. Bu hala düşdü. Diğer Temu'dan aldığım corablarda bu halı mən yaşamamışdım. Təkcə bu ağ corablarda belə balacalaşma halı yaşadım. Heç o qədər istidə də yumuram ki, yəni balacalaşsın. Məncə materialından asılıdır. Adelin ayağının razmeri olub. Təbii ki də mənə də olur. Mən də elə böyük geyinmirəm. Ayağım 35-36'da. Amma yenə də hər dəfə bunu paltar yanından çıxardanda görəndə gülməyim gəlir.
O kadar balacadır ki. Geçen dəfə Səbuyu görüb deyib ki, Adelin çoraplarının burada ne iş var? Dedim o Adelin değil, mənimdir. Adel'lə rəngləmə seansındayıq. Amma gördüyünüz üzrə imkan vermir normal rəngləməyə. Adel kameraya baxar ki, bəli şikayət edir. Qızım səndən danışıram, bəli. Rənglə baxdım. Qəşəng rənglə. Bax anana feyz al. Hə, rənglə. Mən bunu sən necə sevinclə almışdım Adel. Bugünə qoydun. Nə vaxt düzəməli rəngləyəsən? Rənglə. Videonu bura qədər izlədiyiniz üçün çox sağ olun qızlar. Başqa videolarda görüşəndə hələlik.